1 iyun 2025 4-cü qrupların imtahana düşən sualların növbəti hissəsini izah eləyirəm. Deməli, uşaqlar mənə göndərdikcə mən buradan qısa-qısa videolar çəkirəm. 11-ci sualda deyir, buğdanın çiçək qrupu, Vavilova görə mənşə mərkəzi, çiçək düsturunun struktur elementlərinin cəmini müəyyən et. Deməli, biz bilirik ki, buğdanın çiçək qrupu mürəkkəb sümbül çiçək qrupudur. Vavilova görə onun mənşə mərkəzi Cənub-Qərbi Asiyadır. Çiçək düsturunu da xatırlasaq, taxıllarda Ç2 plus 2, burada 2 mötərizədə olan 2 çiçək pərdəsidir, digər 2 isə çiçək pulcuğudur. Y3, D1-dir. Və burada çiçək düsturunda olan struktur elementlərinin cəminə baxsaq, 2 üstəgələk 2, 4, üstəgələk 3, 7, üstəgələk 1, 8. Deməli, hansı variant cavab olur? Olur burada cavab B variantı. Növbəti sual. Deməli, sxemdə verilmiş proses sağlam insanda harada baş verir? Deməli, biz görürük ki, yağlar yağ turşusu və qliserinə parçalanır. Bildiyimiz kimi ağız boşluğunda üzvü maddələrdən ancaq karbohidratlara təsir edən fermentlər var. Mədədə isə zülallara təsir edən fermentlər var. Bir də yağlardan ancaq süd yağlarına təsir edən fermentlər var. Karbohidratlara təsir göstərən fermentlər mədədə yoxdur. Nazik bağırsaqda isə həm zülallara, həm yağlara, həm də karbohidratlara təsir göstərən, onları həzmə uğradan fermentlər var. Ona görə də burada bizim cavabımız olacaq nazik bağırsaq C variantı. Bəs niyə burada yoğun bağırsaqda ümumiyyətlə həzm prosesi getmir. Ona görə cavabımız sadəcə nazik bağırsaq olacaq. Deməli, 13-cü suala baxırıq. Ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. Deməli, 1 ilə göstərilən hissə bu qışlayan gövdədir. 1 ilə göstərilən hissə mantardır. Bildiyimiz kimi mantarın üzərində mərciməklər olur. Deməli, 1-ə aiddir Y. 1-ə aiddir Y. Sonra 2 ilə göstərilən, burada 1 ilə 2 arasında, bax, bu qalan bu qatda qabığın daxili qatı floema qatıdır. Bu mantar qabığın xarici qatıdır. Bu qat isə qabığın daxili qatıdır. 2 ilə göstərilən hissə isə bu kambidir. Deməli, kambi gövdənin eninə böyüməsini təmin edir. B bura aiddir. Bir də burada görək başqa nəsə varmı burada? Qabıq və oduncaq hüceyrələrini yaradır. Bəli, çünki kambinin hüceyrələri canlı hüceyrələrdir, törədici toxumadır, yan meristemdir və qabıq və oduncaq hüceyrələrini yeniləyir. 3 ilə göstərilən hissə isə oduncaqdır. Oduncaqda nə var? İlik halqalar burada yerləşir. D. İlik halqalar burada yerləşir. Bir də qeyri-üzvü maddələr oduncaqda borucuqlar vasitəsilə daşınır. A da bura aiddir. Deməli, 1-ə aiddir Y, 2-yə aiddir B, C, 3-ə aiddir deməli A, D. Səhv eləmirəmsə D variantı doğrudur. Sonra növbəti suala baxaq. 14-cü sualda nəsil ağacı verilib. Ümumiyyətlə, genetikada nəsil ağacı gözlənilən sual idi. Burada düzdür, üzərində qaralama gedib, amma yenə də baxacaq. Deməli, yuxarıda baxanda deyir ki, ümumiyyətlə dəqiq təyin etmək olmaz qan qrupunu. Yuxarıda baxırıq ki, bir qadınla kişinin nicahından hansı qan qrupu əmələ gəlib? 4-cü qan qrupu, yox. Bir dəqiqə. Deməli, qadının qan qrupu 4-cü qan qrupudur. Biz də bilirik ki, 4-cü qan qrupu yalnız bir fenotipdə yazıla bilər. Deməli, burada A, B olmalıdır mütləq. A, B. İkinci qan qrupu isə 2 cür yazıla bilər. Genotipi 2 cürdür. Homozigot, heterozigot vəziyyətdə. Homozigot AA, heterozigot A0 ola bilər. Deməli, bunların nicahından yaranan uşaqların birinin qan qrupu ikinci qan qrupu olub. Elə burada yazılıb. İkinci qan qrupu yenə AA ola bilər, A0 ola bilər. Bir də üçüncü qan qrupu olur. Deməli, BB, B0 ola bilər. Deməli, əgər üçüncü qan qrupu yaranıbsa, deməli, ananın B deməli, anada bilirik ki, 4-cü qan qrupudur. Bu B atada deməli, 0 ilə birləşə bilər ki, B0 yaransın. Deməli, burada 2 rəqəmi ilə verilən uşağın qan qrupunu müəyyən etdik. Bu B0-dır. Və buradan ikinci qan qrupu yaranıbsa, deməli, biz bildik ki, atadan B0-a görə atadan 0 gəldi. Onda belə çıxır ki, deməli, burada birinci qan qrupu, yox, neçənci qan qrupudur burada? Burada ikinci qan qrupudur. Deməli, ikinci qan qrupu burada AA da ola bilər, A0 da ola bilər. Deməli, biri dəqiq təyin edə bilmirik. Burada həm AA ola bilər, həm A0 ola bilər. Çünki bax, ananın
A-sı atanın A-sı ilə olanda, birləşəndə, qametlər birləşəndə AA yaranır. Və yaxud da ananın A-sı atanın A-sı ilə birləşir, deməli AA yaranır və yaxud da A-sı 0 ilə birləşəndə A0 yaranır. Deməli, burada birinci qan qrupu, birinci rəqəmlə işarə olunmuş şəxsin qan qrupunu biz təyin edə bilmədik. İndi baxaq bura. Deməli, burada üçüncü qan qrupu dedik ki, B0 olacaq. Biz bunu dəqiq təyin elədik və bu kişinin ikinci qan qruplu qadınla nikahından, ikinci qan qrupu da iki cür ola bilər. Qan qruplu nikahından dördüncü qan qrupu ortaya çıxıb. Təbii ki, burada A ilə B birləşib yaradacaq. Bəs üçüncü qan qrupu olması üçün buradan atadan B gəlir. Buradan da anadan 0 gəlməlidir. Onda belə çıxır ki, burada ana ikinci qan qrupuna görə heterozigotdur. Yəni A0-dır. Burada A0-dır mütləq. Çünki burada üçüncü qan qrupu yaranıb. B0 yaranıb. Bu B-nin biri gəlir atadan, o 0 da gəlməlidir anadan. Deməli, biz burada yalnız birinci rəqəmlə işarə olunmuş şəxsin qan qrupunu müəyyən edə bilmədik. Bunu ayrıca çəkib video şəklində də qoyaram. Tək vərəqdə izah edərəm. 15-ci sualda deyir, sağlam qadın aybaşı siklinin fazalarında uşaqlıq divarının vəziyyəti verilmişdir. Doğru mülahizələri seçək. X ilə qeyd olunan hissə aybaşı siklinin aybaşı fazasıdır. Y ilə qeyd olunan hissə aybaşından sonraki, Z isə sarı cisim fazasıdır. Burada birincidə verib Z sarı cisim fazasıdır. Doğrudur. Z fazasında yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Bəli, ola bilər. 3-də deyir ki, X fazasının sonunda uşaqlığın divarı maksimal qalınlığa çatır. Xeyr, əksinə minimum qalınlıqda olur. Çünki aybaşı fazasında uşaqlığın divarı qopub tökülür. Qalınlaşma başlayır aybaşından sonraki fazadan. Deməli, əgər aybaşı fazası 4-5 günün davam edir də bilirik. 4 gün davam edirsə, deməli, aybaşından sonraki faza 5-ci gündən etibarən sayılır və 5-ci gündən qalınlaşmaya başlayır. Yox, aybaşı sikli, aybaşı fazası 5 gün davam edibsə, 6-cı gündən etibarən aybaşından sonraki fazadır və qalınlaşma başlayır. 4-də deyir ki, ovulyasiya üçün ən əlverişli vaxt Z fazasıdır. Z fazası sarı cisim fazasıdır. Halbuki biz bilirik ki, ovulyasiya üçün ən əlverişli vaxt 14-cü gündür. Y fazası 11 yaşlı qızda baş verə bilər. Y fazası, bəli, 11 yaşlı qızda, qızlarda 10-11 yaşında deməli, yetkinlik dövrüdür. Ona görə də ola bilər. Yox, səhv dedim. 10-12 yaşında yetkinlik dövrünə çatır. Oğlanlar 13-14 yaşına çatır. 11 yaşlı qızda Y ola bilməz. Onda bizim hansı cavabımız düzdür? 1 düzdür, 2 düzdür, bir də 1 düzdür, 2 düzdür. Əlverişli şərait Z fazasının sonudur. Ovulyasiya üçün Z fazasının sonu deyil. Z sarı cisim fazasıdır. Z fazasında yumurtacı uşaqlıq borusunda ola bilər, düzdür. X fazasının sonunda uşaqlığın divarı maksimal qalınlığa çatır, səhvdir. Y fazası 11 yaşlı qızda baş verə bilər. Aybaşdan sonraki fazalar. Bəli, bu baş verə bilər. Niyə bunu fikirləşdim bilmədim. 10-12 yaşında çünki deməli qızlarda yeniyetməlik dövrünə çatmaq olur. 10 yaşından etibarən ola bilər ki, bu qız və yaxud 11 yaşından aybaşı görsün. Ona görə birinci düzdür. Deməli, ikinci düzdür, bir də 5-ci düzdür. Sonra baxırıq 16-cı suala. 16-cı sualda sxemdə verilmiş proseslərlə bağlı hansı mülahizə sağlam insan üçün yanlışdır? Deməli, uşaqlar, bir rəqəmi ilə biz nə görürük? Görürük ki, bir rəqəmi ilə verilmiş hissədə zolal amin turşuya parçalanır. Bu, energetik mübadilədir, katabolizmdir. Baxıb görürük ki, buradan və yaxud da dissimilyasiyadır. 3 adda deyə bilərik. Bir ilə bağlı cavablara baxaq. Katabolik prosesdir. Bəli, iri molekullu zolal öz monomerinə parçalanır. Həzm kanalda baş verə bilər. Niyə baş verməsin ki? Baş verir, zolalın həzmi gedir, amin turşuya qədər parçalanır. Mədədə də baş verir, nazik bağırsaqda da baş verir bu proses. Sonra ikinci rəqəmlə işarə olunmuş hissədə amin turşudan zolala ox qoyub, yəni amin turşular birləşib zolal əmələ gətirir. Bu bir plastik mübadilədir, anabolizm və ya assimilyasiyadır. Deməli, bu da düzdür. Və deyir ki, 2 ribosomlarda baş verir. Bəli, ribosomlarda zolal sintezi, orqanoid kimi zolalın sintezi gedir. 3 rəqəminə baxırıq ki, zolal parçalanır. Zolalın parçalanmasından karbon qazı, su və azotu birləşmələr əmələ gəlir. Bu bilavasitə ağız boşluğunda gedə bilməz. Çünki ağız boşluğunda zolallara təsir edən fermentlər yoxdur. 17-ci suala gəlin baxaq. 17-ci sualda indi mən də cavabları gözləyirəm. Burada necə yanaşma olub? Biz bilirik ki, sakit halda insan tənəffüs edə
edərkən 500 milli hava qəbul edir. Sakit halda nəfəs alarkən də 500 millidir, nəfəs verərkən də 500 millidir. Buna dəyişən hava və ya tənəffüs havası deyilir. Amma 8-ci sinif kitabımızda qeyd olunub ki, dərindən nəfəs alanda əlavə 1500 milli də hava qəbul edirik. Buna əlavə hava, dərindən nəfəs verərkən əlavə 1500 milli də hava veririk ki, buna isə ehtiyat hava deyilir. Deməli, əgər biz sakit halda 500 milli hava qəbul ediriksə, dərindən nəfəs alanda da əlavə olaraq 1500 milli hava da qəbul ediriksə, onda belə çıxır ki, dərindən nəfəs alanda biz 500 plus 1500 milli hava qəbul edirik. Bu yenə, 500 plus 1500, yəni 2000 milli hava qəbul edirik. Və biz də bilirik ki, bu qəbul etdiyimiz havanın sadəcə 5%-i kapilyarların divarından qana keçir. 2000-in 5%-ni tapanda, deməli 2000-i biz vurarıq 5-ə. İndi bilmirəm, mənə də maraqlıdır bunu necə götürəcək. Bölərik 100-ə. Buradan da ixtisar aparsaq, 20-ni 5-ə vuranda, daha doğrusu eləyir 100. Deməli, cavabımız olmalıdır 100. Bu qədər. Davamı da olacaq.